dəhşətli, ən faciəli bir gün kimi yadda qalmışdı. Mənim yadımdadır. O gecə biz hamımız dəhşətə gəlmişdik bu faciədən. İnandırıram sizi, mənim gözümün yaşı elə bil ki, bu ağrı, acılı ab-havada köklənmişdi. Göz yaşımız qurumurdu. Hər birimiz, məsələn, bizim evdə ağbirçəyimiz var idi. Mən, yoldaşım, biz hamımız hönkürtü ilə ağlayırdıq. Və mənə elə gəlirdi ki, mən özüm də şəhid anasıyam. Bir mən yox, mənə elə gəlir bütün Azərbaycan xalqının anaları o gecə şəhid anasıydı. Onlar hamısı ağı deyib, bayatı çağırırdı. O gecə mən səhərəcən yata bilmədim. Şeir yazmaq istədim, şeir də yaza bilmədim. Elə bir bənd yazdım və qələmi yerə qoydum. İlham pərim, əff et məni, yaza bilmərəm, bilmərəm. Yuxum yaman yuxuymuş, yoza bilmərəm, bilmərəm. O 20 yanvar qanlı gecədə hərə bir cür özünə təskinlik tapırdı. Biri yaralılara qan verirdi. Məsələn, bizim evin ağsaqqalı Əli dayı 86 yaşında qoca bir kişi 3 gün həmən bu şəhidlər xiyabanında məzarlar qazırdı. Onu heç cür buradan ayırmaq olmurdu. Oğlum da həmçinin. 20 yanvar qanlı qadalı günlərdən sonra bizim iş yerimizə Türkiyədən bir qonaq gəlmişdi. O hər birimizdən bizə bu günün təsirindən soruşdu və mən o saat ona heç nə cavab verə bilmədim. Onlar nahara gedirdilər. Nahardan sonra mən şeirlə öz sözümü dedim. Və mən özümə borc bildim. Bu yaxınlarda çıxan kitabımı da həmən şeirlə başlamışam. Xalqımın sınmağı yamanmış qardaş, səsimizi, ünümüzü, göz görəsi çilik-çilik sındırdılar. Döz dedilər, dözək qardaş, neçə oğul inamını, amalını doğramlayıb diri-diri yandırdılar. Mən də oğul yəsiyəm, yamansın da oğlum Allah, saçlarına dən də düşüb bir balamın. Oğulların, lal fəryadın, bayatıyla deyəsiyəm, bayatıya dönüb ürək, yandı Allah, yandı Allah. Dinənlərə sus dedilər, yamanlara buz dedilər, dostumuz durust dedilər. Biz də sustuq qardaş, qəlbimizlə, canımızla elə dedik, dostumuz da rusdu qardaş. Azadlıqda ola dustaq olduq. Dünya dərdə dözən olduq, dözək gərək. Qana dönmüş dünyamızda, baş da vurub üzək gərək. Bəlkə onda dözənməyə ullarım, Koroğlular baş qaldıra, haya gələ oğullarım. Gözümüzə kül üfürən, nakəslərin qabağında dəllərim daş qaldıra. Atlarım at oynada dönə-dönə, bəlkə onda bu dünyanın üzü dönə, üzü dönə. Adana Respublika Dövlət Kitabxanasında məşhur Rumun şairi Mikhail Eminescu'nun Ulduzlardan Pay İstərəm adlı kitabının təqdimat mərasimi olub. Bu kitab ilk dəfə Azərbaycan dilinə çevrilmiş şeirlər toplusudur və bunu bizim tanınmış, artıq yetərincə ədəbiyyatda sözünü demiş şairə xanım deməli Fəridə Hacıyeva tərcümə edib. Ulduzlardan Pay İstərəm adlanan kitabdakı şeirləri şairə Fəridə Hacıyeva tərcümə edib. Kitabın araya ərsəyə gəlməsində isə Rum Petro şirkətinin Rumuniyanın Azərbaycandakı səfiri Təhsin Cəmilin Bakıda fəaliyyət göstərən Azərbaycan-Rumuniya Mədəni Əlaqələr Birliyinin rolunu xüsusi qeyd edən çıxışçılar məşhur Rumun şairinin poeziyasını bundan sonra Azərbaycan dilində səslənəcəyindən məmnunluq duyduqlarını dilə gətirdilər.
tərcüməçiyə və bu əhəmiyyətli işin uğurla başa çatmasına yardımcı olanlara təşəkkürlərini bildirdilər. Bakı Qızlar Seminariyasının tələbələri və şairə Fəridə Hacıyeva Mikhail Emineskunun şeirlərindən nümunələr oxudular. Rumıniyanın Azərbaycandakı səfiri Təhsin Cəmil Romun ədəbiyyatına belə diqqət üçün Azərbaycan oxucularına minnətdarlığını bildirdi və Romun dilində nəşr olunmuş ədəbi nümunələri Milli Kitabxanaya hədiyyə etdi. Səfir belə bir arzusunu dilə gətirdi ki, gələcəkdə Rumuniyada küçələrin birindən Məhəmməd Füzulinin, Bakıda isə Mikhail Emineskunun adının verilməsi iki dövlət arasında mədəni əlaqələrin inkişafına kömək edə bilər. Dünya ədəbiyyatında çox az, nadir filosof şairlər olur. Məsələn, Dantoni, Petrarcanı, Höteni bu şairlər siyasına aid etmək olar ki, həmin bu şairlərdən biri də Mikhail Emineskun'dur. Onun Lucakerski poeması dəhşətli o qeyri-adi qüvvələrin, deməli, obrazların ifadə etdiyi, o fəlsəfi fikirlərin ifadəsi olan bir əsər idi, poema idi. Təsəvvüfü deyil ki, bu poemanın özü də bəzən deyir ki, bu poemanın yaranmasında Lermontovun İblis əsərinin biraz rol olub, ya da təsiri olub. Sonra dünya ədəbiyyatında siz bilirsiniz ki, Hötenin Faust əsəri var, bu silsilədən olan əsərlərdən. Hüseyn Cavidin İblis əsəri var. Yəni bunlar hamısı Eminescu poeziyasının gücü idi, qüdrəti idi. Eminescu bir də nəyə görə gözəl idi? Eminescu'da güclü məhəbbət var idi. Böyüklüyündən irəli gəlir ki, o razı olmadı, onun adını biz burada çəkək. Yəni, biz onsuz da birinci olaraq Təhsin bəyə minnətdarıq, şəxsən mən öz adımdan deyirəm. Rom Petrol şirkətinin burada böyük rolu olub, biz onlara minnətdarıq. Yəni, burada kitaba əziyyət çəkən rəssam olub, redaktorlar, İlham Qəhrəman, Qiymət xanım, onların əziyyəti olub, mən onlara minnətdaram. Kərim müəllimin çox əziyyəti olub, ona minnətdaram. Leyla xanım, sizə minnətdarıq ki, bugün biz burada həmən bu təqdimatı keçiririk. Bənövşə xanım, bu mənim balamdır, qızımdır, ona minnətdaram. Yəni, bu təklifi səfirlik, ilk dəfə səfirlik, Təhsin bəy, Bənövşə xanımın bu, necə deyərlər, fikir oldu. Mən də bunu böyük məmnuniyyətlə qəbul elədim. Yəni, bugün mənim üçün ən xoşbəxt günlərdən biridir. Hərdən doğrudan da elə çətin anlar yaranırdı ki, amma inanmarsınız ki, mən bunu nə böyük məhəbbətlə tərcümə eləmişəm. Yəni, mən Təhsin bəy səfirlikdə yığışmışdıq. Yəni, orada dedi ki, bəs ailə sizdən narazı qalmadı. Mənim bir bacım var, mən onu qeyd eləmək istəyirəm. Yəni, bunu tərcümə eləyən müddətdə mən heç xörək də pişirmirdim. Hazır xörəyim gəlirdi, bir tikə yeyirdim və otururdum. Bəlkə gün ərzində 10 saat, 10 saatdan da çox mən oturub bu işlə məşğul olurdum. Yəni, mən bütün dostlarıma, yaxınlarıma, rəfiqələrimə, hamısına minnətdaram bunun üçün. Yəni, ətrafımda mənim gözəl insanlar olmasaydı, yəqin tərcümə də alınmazdı. İndi icazə versək, mən 2 şeir oxuyardım. Arzum. Gəl meşəyə, sakitliyə, çınqıl çayla pıçıldaşır. Otdan xəli döşənibdir, budaqlar da yerə inib, göyotlarla qarşılaşır. Odlu, ağuşun gözlər, səsimə səs ver, gəl, ilk görüşdə üzündən rübəndi salacam, gəl. Həyəcanla eləcə oturmuşuq. Sən və mən, hörüyünə düşəcək xoş ətirli yasəmən, gül ətrindən məst olaraq, səni sıxacam köksümə, ac yalavac dodağımla qonacağım gül üstünə. Xoşbəxt yuxu görəcəyik. Sevgimiz dillənəcək, quşlar səs-səsə verib, küləyin, çayın səsi birlikdə dillənəcək. Yorğun, yuxulu meşə, nəğmələri eşitcək, bizim hər ikimizi güllərə qərq edəcək. Baxıb, qaç sevgimizə, eləcək, sevinəcək. Yat. Sən qorxdun, yuxundan mı utandın? Pəncərəni yağış döysün qoy elə, qəmli külə yaxında, amanında, rahat ol sən, mənəm səninlə. Niyə qalxdın, heyrətinlə elə bil? Gözləmən nə, yerdə nəyi gəzirsən, nəsə cəhd edirsən yada salmağa,
Zülmət gecəyə mi göstərirsən? Uzan. Vallah səni dinc qoyacağam. Uyu, tez ol, elə mən də oyağam. Nə qədər xoş olur təklikdə qalmaq. Qoruyam yuxunu, nəsə oxuyam. Mürgülü üzündən həzz alacam mən. Səssizcə kitabı qoyacam yerə. Ruhuma qovuşub səssiz, səmirsiz, qəmimi atacam elədən belə. Necə də bağrıma basmaq istərəm. Sənin dodağının həsrətindəyəm. Yuxuda ağuşum ehtiraslıdır, sən dincəl, əzizim, mənəm təntiyəm, körpəm mənim. Kipriyini qırp da yat, narahat etmərəm, ay yaraşığım. Aydın, nurlu yuxulara qapıl sən, mənim məhəbbətim nur qarışığı. Yenə də kitabı vərəqləyirəm. Qulağım saatın tıqqıltısında yat ömrüm, həyatım, sevincim, doğmam, mənəm gözəlliyin astanasında. Ben daha fazla uzatmak istemiyorum. Ben tekrar Feride Hanım'a minnettarlığımı bildirmek isterim. Ve bu kitabın çıkmasında emeğe geçen bütün arkadaşlara, hamısına can yürekten teşekkür ederim. Çünkü tekrar ederim, yalnız bu bir kitap değil. Bu bir dostluk köprüsünün en sağlam Azerbaycan tarafında dikilen sütünüdür. İnşallah o bir tarafta da yine böyle bir sütün dikilmesi gerek. Bu, şimdi Leyla Hanım bir fikir geldi bana. Ne dersiniz? Olar. Ben burada bunu dersem ne dersiniz? Yaxşı olar. Ha. Ben öyle derim ki zamanı geldikdə belki çattırırım ben. İndi sizin çok yaxşı bir icra hakimiyet başınız var. Bu küçeleri temizledi. Bütün hamısını çok güzel eyledi. Bak. Yani Basescu'nun daha yaxşısı. Ne dersiniz yani? Bu güzel şehir Bakı'da bir küçenin adı Eminescu'nun adını taşırsa ve Bukarest'te de Füzuli'nin adını bir başka bir küçe taşırsa ne dersiniz? Yaxşı. Çok sağ olun. İstərdim keçək bilavasitə kitaba, çünki həmin bu kitabın Mikhail Eminescu'nun Ulduzlardan Pay İstərəm kitabının Azərbaycan dilinə tərcüməsinin Rumıniyanın Konstansa şəhərində təqdimat mərasimi olub və bu kitabın müəllifi, daha doğrusu kitabı tərcümə eləyən xanım Fərdə xanım, mən istərdim ki, sizə söz verim. Fərdə xanım, necə oldu ki, bax, siz bu, yəni Rumun ədəbiyyatına müraciət elədiniz və məhz Eminescu poeziyasına müraciət elədiniz. Yəni, bu kitabın araya ərsəyə gəlməsində kimlər dəstək oldu sizə? Bax, bu haqda bizə məlumat verərdiniz. Bu, yəqin ki, hamısı bir təsadüfdür. Mən Rumun Mədəni Əlaqələr Birliyinin Məsləhət Şurasında üzv olmasaydım, onların tədbirlərində iştirak eləməsəydim, yəqin ki, bu təklifi də almazdım. Yəni, mən indi çox sevinirəm ki, mən bu təklifi almışam və indi bu kitab ərsəyə çatıb, belə bir kitab var. Mən onların milli bir bayramına dəvət aldım və ora əliboş getməmək üçün və mən bilirdim ki, Mikhail Eminescu Rumıniyanın karifey şairlərindən biridir, çox sevilən şairlərindən biridir. Və mən onun bir şeirini tərcümə edib 21-ci əsr qəzetində çap elətdirdim. Və yəni bu bir təsadüf oldu. Bu həmən şeir Mədəni Əlaqələr Birliyinin sədri Bənövşə Əzizova, Təhsin Cəmlin çox xoşuna gəldi və ondan sonra mən bu təklifi aldım. Sözün düzü biraz mən ehtiyat edirdim, necə alınar.
Ancaq onlar mənə biraz ruh verdilər, dedilər yox, sizdə yaxşı alınacaq və mən bu işə elə bir də çox böyük həvəslə başladım və ilk öncə mən yan tərcümədən əvvəl sözsüz ki, Mikhail Eminescu'nun bütün yaradıcılığını, həyatını tam mənasında öyrənəndən sonra tərcüməyə başladım. Artıq elə bir ki, biz ondan doğmalaşmışdıq. Ondan sonra o şeir tərcüməsində mən elə bir ki, onun ruhu ilə bir yerdə o tərcümə prosesini aparırdım. Çox gözəl və yəni bu böyük hadisədir ki, kitabın təqdimat mərasimi həmin ölkədə keçirilsin. Yəni Azərbaycanca tərcüməsinin təqdimat mərasimi həmin ölkədə keçirilsin. Amma onu da qeyd etmək istərdim ki, yəni Fərdə xanım, mən sizə belə bir sualım olacaq. Siz özünüzlə gələndə bax bu kitabları gətirmişsiniz. Mən istərdim biləm ki, Rumuniyada türk ədəbiyyatına, yəni Türk xalqına münasibət necədir? Çünki tarixdən məlumdur ki, Rumuniyada türklər yaşayırlar. Yəni Rumunlarla çiyin-çiyinə birlikdə, yəni neçə illik tarixi var həmin o Rumuniya 400 illik tarixi var. Yəni və bu illər ərzində təbii ki, türklər öz milli xüsusiyyətlərini, yəni mədəniyyətlərini itirməyiblər və yəni bugünə qədər o mədəniyyəti yaşada biliblərsə, deməli, bu iki xalq arasında güclü dostluq əlaqələri var, yəni o qardaşlıq əlaqələri var. Bax, mən istərdim biləm, Rumuniyada türkcə hansı ədəbiyyat çıxır? Demək, mən Rumuniyaya gedəndə tamam başqa əhval-ruhiyyə ilə gedirdim. Yəni, kitabımın təqdimatı ilə bağlı gedirdim ora. Başqa heç bir məlumatım yox idi. Yəni, amma qaydandan sonra, inanın, mən bunu böyük səmiyyətlə deyirəm, tamam başqa əhval-ruhiyyə ilə gəldim. Və məni sevindirən o idi ki, Rumuniyada tamam türklərə, nətər deyim, yad bir olan ölkə, burada Rumun birlikləri, türk birlikləri var. Türk-Tatar birlikləri var, türk birlikləri var və onların fəaliyyəti burada çox genişdir. Yəni, onlar türk dilində tam sərbəst dərgilər çap edirlər. Onların bir neçə qəzetləri var. Məsələn, türk birliyində çap olunan Haqq Səsi, Gənc Nəsil, Türk-Tatar birliyində Dobruca dərgisi, Qaradəniz Türk-Tatar birliyindədir. Qaradəniz, Çaş qəzetləri çap olunur. Mən operatorlarımıza xahiş edərdim, bax bu masanın üstündəki kitabları. Sonra məsələn, orada ən böyük universitet var, Avigus Universiteti. Orada demək, Ənvər Mahmud adlı bir doktor, elmlər doktoru var. O kitab çap elətdirib, Türk xalq ədəbiyyatı mətnləri. Bu özü böyük bir şeydir. O həmən böyük bir kitab, onun çap elədiyi kitabdır. Sonra Türk birliyində Həzrət Mevlana'ya həsr olunmuş kitab çap olunur. O da çox sevindirici haldır. Yəni bunu bütün müsəlman dünyası sevir Mevlana'nı. Yəni məhz orada çap olunub, o da sevir. Çox gözəl. Və sonuncu sualımı vermək istərdim. Bax, bu foto şəkillər var. Mən, yəni, Rumuniyada olduğunuz müddətdə sizə də sualım, Bənövşə xanım və Fərdə xanım, siz də istəsəniz, yəni, öz qeydlərinizi deyə bilərsiniz. Yəni, hansı görüşlər keçirdiniz, hansı tədbirlərdə iştirak elədiniz? Mən isə operatorlarımıza bir foto şəkilləri təqdim edəcəyim, sübut faktlarla. Buyurun. Biz buradan gedəndə artıq bilirdik ki, orada Məcidiyyə qəsəbəsində Atatürk Pedaqoji Elmlər Liseyi var, orada fəaliyyət göstərir. O liseyin 400 illik bir tarixi qeyd olunurdu. İyul ayının 7-si, 8-i simpozium idi. Həmin simpoziumda mən və Birliyin Məsləhət Şurasının üzvü Nüşabə xanım Sadıqova, indi o özü burada iştirak edə bilmir. Həmin simpoziumda biz çıxış etdik. Və sizə qeyd edim ki, bizim çıxışımız orada çox yüksək səviyyədə qarşılandı. Onlar ümumiyyətlə Azərbaycanı belə gözləmirdilər, amma çıxışlardan xüsusilə Nüşabə xanım, yəni simpoziumun birinci günü çıxış elədi və ikinci günü mən çıxış elədim, Nüşabə xanım yenə çıxış elədi. İnanın ki, Amalə xanım, çıxışlardan sonra biz görüşmək üçün vaxt ayıra bilmirdik. O qədər insanlar toplaşmışdı bizim başımıza ki, biz Azərbaycanı belə təsəvvür eləmirdik. Siz nə qədər gözəl çıxış etdiniz, nə qədər diliniz gözəldir.
biz istərdik ki, yəni bütün ölkələrlə olduğu kimi Rumıniya ilə də bizim əlaqələrimiz genişlənsin, nəinki mədəni olsun, həm də iqtisadiyyat da yəni buna qarışsın və səfirimizə uğurlar arzu edirik və bu işlərdə doğrudan da çox çətin işdir və uğurlar arzu edirik. Biz sizinləyik və biz sizə həmişə dəstək olacağıq. Sizə isə təşəkkürümü bildirirəm. Çox sağ olun proqramımızda iştirak edədiyinizə görə. Təşəkkür üçün minnətdaram sizə. Cənab səfirimizin fəaliyyətindən sonra Azərbaycan-Rumıniya dostluğu daha da inkişaf edəcək və genişlənəcək, şahid olacaqsınız. Biz Rumuniyada daha çox onun o səfirimizin doğmalığını hiss elədik. Yəni bizə uzaq bir ölkə olan Rumuniyada biz elə bir ki, Azərbaycan torpağının bir parçasını gördük. Ən isti, ən doğma oydu. Bizə xoş təsir var. Rumuniyada olduğuma görə ilk növbədə Ferit, dă-mi voie să traduc. Acum nu e protocol, nu e nimic. Təhsil cəmdə minnətdaram Rumıniyanın Azərbaycanda olan səfirinə. Eldar Həsənov cənablarına minnətdaram Azərbaycanın Rumuniyada olan səfirinə. Vreau să... Və ən çox da mən bunu böyük səmiyyətlə deyiləm, Mikhail Eminescu yaradıcılığında minnətdaram. Yəni, Mikhail Eminescu'nun yaradıcılığı olmasaydı çox şuna Deci, în ultima instanță, eu sunt recunoscătoare, îmi exprim recunoștința creației lui Eminescu, pentru că dacă nu era creația lui Eminescu, eu n-aveam cum să ajung aici. Və mən sizi inandırım ki, mən Rumuniyaya gələrkən qəlbimdə iki his var idi. Yəni, biri yad bir ölkəyə, tanımadığım bir ölkəyə gəlişim. İkinci hissə mənim üçün ən doğma, ən əziz, ən yaxın olan... Vă rog să mă credeți că în momentul în care am pornit către România, eu trăiam sentimente contradictorii. Pe de o parte, știam că vin într-o țară în care nu am fost niciodată. Era o țară străină pentru mine, dar în același timp simțeam că este o țară foarte apropiată sufletului meu. Və mənim üçün ən yaxın olan Mikhail Eminescu varlığı. Pentru că țara dumneavoastră mi-a fost apropiată, mi-este foarte dragă prin Mihai Eminescu. Yəni mən bu tərcümə ərəfəsində Mikhail Eminescu yaradıcılığına və onun şəxsiyyətinə elə bağlanmışdım ki, mənə elə gəlirdi ki, o mənim üçün ən əziz, ən doğma bir adamdır. Așa, m-am legat așa de mult de creația lui și de personalitatea lui Mihai Eminescu, încât pot să vă spun că este cel mai apropiat om de sufletul meu, Mihai Eminescu. Və bugün mən çox sevinirəm, fərqlənirəm ki, onun gəzdiyi torpaqda, nəfəs aldığı eldə, obada, mən də gəzirəm, nəfəs alıram. Sunt fericită, realmente fericită, pentru că am ocazia acum să calc pe pământul pe care a pășit Mihai Eminescu, să respir aerul pe care l-a respirat el. İndi burada çoxu Azərbaycan dilini bilmir, amma mən inanıram ki, onun ruhunu tutan olacaq. Acum, cu permisiunea dumneavoastră, Dostluq Cəmiyyəti, Azərbaycan-Rumıniya Mədəni Əlaqələr Birliyi də onun son illərdəki səmərəli ədəbi fəaliyyətini iki ölkə arasında mədəni əlaqələrin inkişafına etdiyi köməyi yüksək dəyərləndirdilər. Fərdi xanım ötən il məşhur Rumun şairi Mikhail Eminescu'nun Ulduzlardan Pay İstərəm adlı şeirlər toplusunu Azərbaycan oxucularına təqdim etdi. Kitabın təqdimat mərasimi müəllifin iştirakı ilə həm də Rumuniyada qeyd olundu. Feride Hanım Hacıyeva, Rumıniya ile Azerbaycan arasındaki dostluk münasebetlerinin ilk kurucularından sayılabilir. Çünkü 2001 yılda Rumıniyanın dahi ve milli şairi Mihai Eminescu'nun kitabı ilk defa olarak Azerbaycan dilinde Feride Hanım'ın sayesinde çıkmıştır, çap olunmuştur. Onu bildirmek isterim ki Mihai Eminescu Rumıniyanın, Rumun halkının ruhunu ifade etmiştir. Ona göre Feride Hanım Eminescu şiirlerine tercüme etmekle Rumun halkı ile Azerbaycan halkı arasında bir köprü, dostluk köprü sütununun en esas temellerinden birisini koymuştur. Ona göre ben öz adımdan ve devletimin adından ve Rumun halkının adından onun
yaptığı çalışmaları için işlerine göre ona minnettarlığımızı, teşekkürlerimizi bildirmek isterik. Aynı zamanda Feride Hanım'ın bu cemiyetin kurucularından olarak onun başka sahalarda da faaliyetleri vardır. Başka sahalar dedikte mutlak ki bunlar medeni sahadadır ve bu medeni sahada Rumınya ile Azerbaycan arasındaki inkişaf eden alakalar Feride Hanım'ın da katkısıyla, iştirakıyla olmuştur. Son bir neçə ildə Fərdə xanımın Məni məndən alan dünya, Dünyama qovuşacağam və bu günlərdə Göylər, Pənahım mənim adlı şeirlər kitabı nəşr olunub. Bu poetik nümunələrdə şairənin ağrı acıları, əzabları, sevinç və kədəri, narahatlığı öz əksini tapıb. Tənqidçi Vaqif Yusiflinin sözləri ilə səciyyələndirsək, Fərdə xanımın şeir dünyası həzinlik, kövrəklik, incəlik üstündə köklənib. Onun şeirin göyümdür, göz yaşlarında zamanın dərdi, kədəri yuva salıb. Ürəyim dolubdur, ağrılarım çox, tükənib mənimki, bitib mənimki, haqsızlıq od kimi baş alıb gedir. Bu dünya dadıma yetən deyil ki, deyir Fərdə xanım. Amma bu fəryadın, bu küskünlüyün içində bir ümid, bir inam işığı da var. Torpağa sığınıb imdad dilərəm, özümə mən yad bilərəm, Tanrıdan yenilməz qanat dilərəm, arzular tükənməz, bu harasıdır. Yubilə gecəsində çıxış edən söz və sənət sahibləri Fərdə xanıma ən xoş arzularını bildirdilər. Aşıq Pəri Məclisinin üzvləri onun şeirlərinə yazılmış mahnıları ifa etdilər. Sonunda Fərdə xanım onun yaradıcılığına göstərilən diqqət və qayğı üçün minnətdarlığını bildirdi, yeni şeirlərini oxudu. Bu mənada bu həftə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Kitabxanasında iki şairəmizin Fəridə Hacıyevanın və Xuraman İsmailovanın yeni kitablarının təqdimat mərasimi keçirilib. Hər ikisi pis yazmamaq üçün yaxşı oxumağa üstünlük veriblər. İlk qədəm təcrübələrini hamıdan gizlətməyə çalışıblar. Çünki onlar bədii sözün çəkisini, məsuliyyətini və ağırlığını bəlkə də hər kəsdən yaxşı bilirlər. Mirzə Fətəli Axundov adına Respublika Dövlət Kitabxanasında hər iki müəllifin illərdən bəri işlədikləri bu nəhəng bilik xəzəsində keçirilən təqdimat mərasimində çıxış edənlər həm Fərdə xanıma, həm də Xuraman xanıma bu çətin, lakin şərəfli fəaliyyətlərində uğurlar arzuladılar. Hər iki şairə kövrək insani hisslərə, ali duyğulara, böyük bəşəri amallara könül veriblər. Fərdə xanım hərdən bu sərsəm dünyanın əyilmiş yükünə çiynini dayaq verəcək qədər qüvvətli, hərdən də bircə əsim küləkdən belə ləçəkləri titrəyib tökülən çiçək kimi kövrəkdir. Şairə bəzən heç özü də bilmir ki, bu dünyaya mənzili hansı səmtdən yol alıb, kimdir, nəçidir, niyə yaşayır, nə üçün yaşayır. Nə abam var, nə daşım, dünya bir qəbir daşım, vallah bilinməz yaşım, uzaqlardan gəlmişəm. Fərdə xanım üçün insanlıq məhəbbətdən, şairlik heyrətdən başlayır. Şairə gördüyü hər lövhənin şəklini sözlə çəkməyi bacarır. Vallah külə dönür güllər içində, daşlar arasında daşlaşır insan deyən, yaşadığı dünyadan, onu əhatə edən insanlardan narahat olan, hər kəsin sevgi, barış içində yaşamasını arzulayan Fərdə xanım kitabını Məni məndən alan dünya adlandırıb və bu da təsadüfi deyil. Layiqli vətəndaş, öz evinin, ailəsinin bütün qayğılarına dözməyi bacaran ana, iş yerində həm həmkarlarının, həm də çox saylı oxucuların hörmətini qazanan kitabxanaçı və bunların fövqündə dayanıb poeziya aləminin əzablarına sinə gələn nəcib bir xanım üçün dünya təkcə real gerçəkliyin sərt üzünə sadəcə baxmaqdan ibarət deyil, həm də sənət dünyası ilə baş-başa qalmağın sevinci, əzabı, narahatlığıdır. Elə bu hisslərlə də zərif qadın ürəyində qubara dönən, bəzən heç nə ilə ovunmayan bir həsrət baş qaldırır. Bir millət 100 yerə parçalanırsa, bir fikir 100 yerə haçalanırsa, bəxtimə düşən pay qıçalanırsa, de indi mən necə yaşayım Allah deyən Xuraman üçün dünyanın cənnəti, millətin ləyaqəti simvolu özünün içindədir. Doğmalar gen düşüb yad içimdədir, tək tükü əkində ya biçindədir. Yolun azmışlara insaf ver Allah, deyir Fərdə xanım. Çıxış edənlər Fərdə Hacıyevanın şeirlərindəki başlıca məziyyətlərdən söz açdılar. Poeziyanın çətin və əzablı yoluna qədəm qoymuş xanıma uğurlar arzuladılar. Görüşdə həm də Fərdə xanımın şeirlərinə yazılmış mahnılar səsləndi. Qubadlı rayonunun öz fəaliyyət kollektivinin, bəstəkar Azər Dadaşovun və digər ifaçıların çıxışları maraqla qarşılandı.
Gecənin sonunda şairə Əhməd Cavad adına Mədəni Maarif Texnikumunun kollektivinə öz minnətdarlığını bildirdi. Bir vaxtlar təhsil aldığı bu doğma elm ocağında keçən illəri xatırladı. Müəllimlərini minnətdarlıqla yad etdi. Yaradıcılıq uğurlarına şərik olan hər kəsə təşəkkürünü bildirdi və yeni şeirlərini oxudu. Gümanım dadıma çata bilməsə, vallah bu yer üzü dağlasıdır. Gözəl çıxışlardan sonra danışmaq mənim üçün həqiqətləri çətindir. Çünki o qədər fərəh hissi keçirdim, o qədər də qəbul edirəm. Tariximizin qəhrəmanlıq səhifələrində Azərbaycan qadının öz şöhrəti, öz şərəfliyi var. Kitab-ı Dədə Qorqud qəhrəmanı Nigid Quvaca Süzbelə anası, Koroğlunun sadiq nigarı, Qaçaq nəmli silahdaşı, qoçaq həcər xalqımızın iftixarıdır. Xalqımızın keçmişində müdrik hökmdar müşavət olur. Cəsur üsyan başçısı Üstəmədə, tədbirli dövlət xadimləri Sara Xatun da tutub ikədir. Ancaq xalqımızın keçmişində qadınlarımızın göz yaşlarından dolan dəryalar, ah nalələrindən buludlanan səmalar, ağlardan parçalanan ürəklərdir. Sənət, şeir həmişə zəhmətlə yaranır. Qadın sənətkarın zəhməti bəlkə də kirafdır. Sevgilərinə, ailələrinə, əzizlərinə sədaqətlə, ilhamla şeirlər həsr etmişdir. Şərq şairəsinin İslam ölkələrində yaşayıb yaradan qadın sənətkarın şeirlər iki qat zəhmətdən başqa, həm də beş qat, 10 qat cəsarət, hünər tələb edir. Arvadla kişini bağlayır kəbin, bu işə yol verir şəriət ayin. Mənimsə kəbinim bir bayidir, varmı bu kəbinə yol verən bir? Bu vüqarlı sözləri 800 il bundan qabaq söyləmiş Azərbaycan şairəsi Məhsəti Gəncəlidir. Bu acı həqiqəti Məhsəti xanım da bilirdi. Ondan sonraki 8 əsrdə yaşayıb yaratmış onlarla başqa şairələr də, Natəvan da, Heyran xanım da, Kəminə də, Aşıq Pəri də bilirdilər. Və bilə-bilə kəbirlərini rübai ilə, qoşmayla, görən də burasıdır ki, məhz Azərbaycanda qadınlığın heç bir bəşəri hüququ olmadığı bir vaxtda başqa məmləkətlərə nisbətən daha çox qadın aşıq və şair yetişmişdir. Macar alimi doktor İşvan Banonun məktublarının birində yazılır. Məni xüsusilə heyrətə salan bu oldu ki, hər cəhətdən qadının kölə olduğu bir ölkədə və zamanədə bu qədər çox qadın, şair və yazıcı yetişmişdir. Bəlkə elə məhz bu hüquqsuzluğa görədir ki, incə, şair təbiətli ana və nənələrimiz öz qüssələrini şeirə, həzin bayatlıya, fəryad dolu ağıya çevirmişdir. Qadın şairələrimiz içərisində adı ölkəmizdən xariclərdə belə tanınan Məhsəti xanım Gəncəvi, Ağabəyim ağa, Məclis-i Ünsi ilə çox şairlərə örnək olan Xurşud Banu Natəvan, Heyran xanım, Fatma xanım Kəminə və başqalar vardır. Bugünün özündə Məclis-i Ünsin ocağından nur almış bir məclis artıq 16 ildir ki, fəaliyyət göstərməkdədir. Mən deyərdim ki, bu məclis zəmanəmizin qadın şairə və aşıqlarına ali bir yaradıcı məbədgah olmuşdur. Aşıq Pəri Məclisidir. Bu məclis 83-cü ildə mənim 9 il əməkdaşlıq etdiyim Aşıqlar Birliyinin nəzdində yaranmışdır. Aşıq Pəri Məclisinin bugünkü fəaliyyətində mənim də zəhmətim az olmamışdır. Biz Azərbaycanın rayon və kəndlərindən istedadlı şairə və aşıqları seçib Bakıya dəvət edərdik. Çox vaxt onları öz evimizdə yerləşdirərdik. Beləliklə, Pəri Məclisinə
istedadlı üzvlər toplayardı. Pəri Məclisinin ilk tədbirini Yaşçılar Birliyinin Natəvan klubunda 1983-cü il sentyabrın 23-də keçirdik. Bu görüş Pəri Məclisinin təməlini qoydu. Bu görüşdə Əzzə Cəfərzadə, Xalidə Hasılova, Əzzə Əhmədova, İsmail Şıxlı, Fərman Kərimzadə, Hüseyin Arif və bir çox şair və yazıçılarımız öz xeyir dualarını verdilər. Məclisin ilk görüşünü məhz mən apardığıma görə böyük bir fərəh hissi keçirirdi. O vaxtdan artıq 16 il keçirdi. Pəri Məclisində neçə istedadlı şairə və aşıqlar fəaliyyət edirlər. Onlar həm Azərbaycanda deyil, Türkiyədə, İran və bir neçə qərb ölkələrində tanınırlar. Bugün Ağarəhim müəllimin təşəbbüsü ilə Ali Pedaqoji Qızlar Seminariyasında ədəbi dərdək yaratdı. Azərbaycan xalqının milli ənənələrini yaşadan bu təhsil ocağı təlim tərbiyəyə, etik normalara yüksək səviyyədə riayət olunan seminariyada belə bir dərnəyin yaranması həqiqətən təqdirə layiqdir. Beləliklə, Humay adlı Qızlar Məclisi yaratdı. Hazırda məşqlərimiz keçirilir. Burada qızlar öz şeirlərini oxuyur, şeirlər ətrafında fikirlər yürüdülür. Həmçinin xalqımızın xanımlarına xas olan ədəb, ərkan, abır, ismət, hörmət, mehribanlıq və s. insani keyfiyyətlər barədə söhbətlər edir, fikirlər mübadiləsi aparır. Zənnimcə bu cür görüşlər, söhbətlər indi bütün qızlarımız üçün gərəklidir. Heç olmasa əxlaqi dəyərlərimizin, zənginliyimizin itirilməməsi naminə mən inanıram ki, qızlarımızın arasında gələcəyin şairəsi, jurnalisti və ən əsas xanımları yetişəcək. Bu qızlardan mən bir neçəsinin adını çəkmək istərdim. Babayeva Elnarə, Rüstəmova Fəridə, Məmmədova Ülviyə və Ramilə və bir çox başqaları. Mənə ən xoş təsir edən əsas cəhətlərdən biri budur ki, Qızlar Seminariyasında milli mentalitetimizə uyğun, əsl mənəviyyatı dolğun, ağıllı, kamallı xanımlar yetişməkdədir. Mənim ən böyük arzum budur ki, bizim dərnəyin qızlarının hər birinə Humay quşunun lələyindən bir pay düşsün. Və mən onların gələcəyinə, necə deyim, ürəkdən inanıram və inanıram ki, gələcəkdə, məsələn, Aşıq Pəri Məclisində həqiqətən də elə qızlar var idi ki, yəqin ki, onlar təsəvvürünə gətirə bilməzdilər ki, nə vaxtsa onlar şairi adını qazanacaqlar. İndi həmən məclisin üzvlərindən Yaşçılar Birliyinin üzvləri var bir neçədən. Məsələn, onlar Türkiyədə dəfələrlə çıxışlar ediblər, Türkiyə kanalları ilə onların şeirləri səslənir. İndi icazə, mən nümunələr hazırlamışdım qızların şeirlərindən. Ancaq ehtiyac yoxdur, onlar çox gözəl söylədi öz şeirlərin və icazə versəz mən öz şeirlərimdən bir neçəsini deyərdim. Bu şeir bəlkə onda, demək Türkiyədən Zeynalabdin Makas adlı bir alim gəlmişdi. O Aşıqlar Birliyinə tez-tez gələrdi, işlə əlaqədar folklorçuydur. O bir dəfə hamımıza belə bir sual verdi, təhlikdəyəm. Hamı istədiyi kimi cavab verdi. Mənə də sual verdi ki, sizin üçün 20 yanvar hadisəsi hansı izləri qoyur, nə cür təsir edir? Mən sözün düzü həmən dəqiqə onun sualına cavab verə bilmədim. Onlar nahara gedirdilər. Dedim, siz nahardan gələndən sonra mən bu suala cavab verərəm. Və mən bu şeiri yazdım. Xalqımın sınmağı yamanmış qardaş, səsimizi, ünümüzü, göz görəsi çilik-çilik sındırdılar. Döz dedilər, dözək qardaş, neçə oğul inamını, amalını doğramlayıb diri-diri yandırdılar. Mən də oğul yəsiyəm. Yamansın da oğlum Allah, saçlarına dəndə düşüb bir balamın. Oğulların lal fəryadın bayatıyla deyəsiyəm. Bayatıya dönüb ürək yandı Allah, yandı Allah. Dinənlərə sus dedilər, yamanlara buz dedilər, dostumuzdur Rus dedilər.
Biz də sustuq, sustuq qardaş. Qəlbimizlə, canımızla elə dedik, dostumuz da Rusdu qardaş. Azadlıqda ola dustaq olduq. Dünya dərdə dözən olduq, dözək gərək. Qana dönmüş dünyamızda başda vurub üzək gərək. Bəlkə onda dözənməy oğullarım, Koroğlular baş qaldıra, haya gələ oğullarım, gözümüzə kül üfürən, nakəslərin qabağında dəllərin daş qaldıra, atlarım at oynadar dönə-dönə, bəlkə onda bu dünyanın yüzü dönə, yüzü dönə. Arzular, istəklər məndən irəli, güllənib yenidən doğulasıdır. Gümanım dadıma çata bilməsə, vallah bu yer üzü dağlasıdır. Ağsaqqal dünyadan umacağım çox, hərdən yetimləşib qısılıram da, daha qızınmağı udacağım yox, boğazım zülür, asılıram da. Siz Allah deməyin yazıram, təkəm, nəğmələrən doğma hayım, harayım. Bu dünya düzəlsə, razıyam, təkir, torpağa qarışsın bir ömür payım. Bir söz demək istəyirəm. Burada qızlarımız anadan çox şeylər dedilər. Amma heç ata kəlməsi olmadı. Atanın bizim təlim tərbiyəmizdə böyük bir rolu var. Yəni mənim üçün anam müqəddəs olub, anam qədər də atam müqəddəs olub və mən bunlardan bir neçə yaş böyük olanda bir şeir yazmışdım. Hafizəm anlatmırsa məni görün. Atam mənə çörək verdi, otam hələ dilimdə. Ürəksizdim, ürək verdi istiliyi qəlbimdə. Atam dedi halal yaşa, halal durdum oturdum, selə dönüb daşa daş kəsəkdən qurtuldum. Oğul qızım dedi mənə, oğullaşdım gözündə. Atam dindi dönə-dönə, söhbətimdə, sözümdə. Bugünkü gün qızlarıma uğurlar arzu edirəm və onların hər birinin uğuruyla mən çox sevinirəm. Şairə Fəridə Hacıyeva əslən Qubatlıdandır. Neçə illərdir ki, bu kövrək xanım kövrək misraları ilə oxucuların qəlbinə sarı yol gedir. Dünyama qovuşacağım, məni məndən alan dünya, göylər pənahım mənim şeirlər kitabının müəllifidir. Fəridə xanım, artıq yurdumuza bahar gəlibdir. Hər fəslin öz gözəlliyi, öz sevinci, öz kədəri var. Bu baharı hansı hisslərlə qarşılayırsınız? Düzdür, bahar deyiləndə insana elə gəlir ki, bahar elə özü sevinç deməkdir. Ancaq mən belə deməzdim, bahar mənə kədər, qəmi daha çox gətirir, nəinki sevinci. Baharda kövrəlirsən, elə bil sənin şeirlərin, yeni şeirlər doğulur baharda. Həmən bax, bu baharda gül çiçəklər doğulan kimi yeni şeirlər də doğulur. Yəni, baharın da özünə məxsus qəmi də var, kədəri də var, yəqin ki, sevinci də var. Nəyə görə baharda insan kədərlənir, kövrəlir? Məncə, bütün şairlər, ümumiyyətlə, yaradıcı adamlar deyirlər ki, payızda insanlar kövrəlir, amma sizdə çox qəribədir ki, baharda kövrəkli yeməlir. Yox, mən baharda daha çox kövrəlirəm. Yəni, payızda da kövrəlirəm. Payız mənim şeirlərimin demək olar ki, leitmotividir. Yəni, payızda mən daha çox şeirlər yazıram. Yəni, öz dünyama daha çox qapanıram payızda. Ancaq bahar da mənim üçün elə bir ki, kövrəklik, qəmi gətirir. Ümumiyyətlə kövrəksiz? Yəqin ki, təbiətən kövrək insanam. Sənə kim yar olacaq? Bənövşəm,
canım mənim. Ləçəklərin tər təzə, səni dərə bilmərəm, vallah gələrsən gözəl. Rəngin elə gözəldir, ruhuma hopub elə, başına dolanacam bugün elədən belə. Tanrım necə yaratmış, bir sirdir, möcüzədir, zərif möhtəşəmliyin dünya ilə göz-gözədir. Bənövşəm, kövrəkliyin mənə bir dərd olacaq, ilahi bir çiçəksən, sənə kim yar olacaq? Hansı mövzularda daha çox müraciət edirsiniz? Hansı mövzuları? Mən əsas elə bil ki, insanların iç dünyasını öyrənmək istəyirəm və şeirlərimdə də çalışıram nəyisə insanlara aşılayam. Yəni təmizliyi, sevgini, sədaqəti, gözəlliyi. Mənim ən çox can atdığım insanlarda, yəni körpələrdə də, böyüklərdə də, hamıda ən çox istədiyim onlarda insana aid olan sevgiləri aşılamaqdır. Sevgi gəzirəm babam, sevgi, bir mərifət sevgisi. Tutub haqqın ətəyindən görən kimdir itkisi. Sevgi gəzirəm babam, sevgi, həqiqətin özünü. Dərgahımın yolu bəlli, deyəcəyəm sözümü. Sevgi gəzirəm babam, sevgi, yeryüzünün özündə könüllərin yaz vaxtıdır. İlahilər sir dünyamız, qəlbi kövrək gözünə. Sevgi gəzirəm babam, sevgi, könüllərin içində yolum uzun, yol gedirəm. Sevgi mənim içimdədir, içimdə. Sevgi gəzirəm babam, sevgi, Mövlanə, Yunus sevgisi, zikr edəm, dönəm başına, qaytaram Tanrı sevgisini. İz salam mən dağa, daşa, hay salam mən babam, hu, başım dəyir daşdan daşa. Elə sevgi gəzə-gəzə mən yolların yorğunum. Fərdə xanım, sizin kitablarınıza baxıram, əksəriyyəti dünya ilə bağlıdır. Məsələn, dünyama qovuşacağam, məndən alan dünya. Elə son kitabınız da yenə də göylərlə, yenə də bu da dünya ilə bağlıdır. Göylər pənahım mənim. Bu nə ilə bağlıdır ki, belə romantik bu şəkildə yazırsınız? Bilirsiniz, yəni məni məndən alan dünya, dünyama qovuşacağam, göylər pənahım mənim. Bunlar mənim iç dünyamdır. Yəni mən öz iç dünyamı nəzərdə tuturam. Çünki mənim söhbətim də, sirrim də hamısı o dünyamdan olur. Ondan irəli gəlir yəqin ki. Ümumiyyətlə özünüzü tənha hiss edirsiniz? Yox, mən deməzdim ki, özümü tənha hiss edirəm. Çünki mənim ən böyük xoşbəxtliyim həyatda odur ki, mənim ətrafımda həmişə gözəl insanlar olub, gözəl dostlar olub. Ona görə də mən özümü heç vaxt tənha hiss eləməmişəm. Məsələn, mənim bacım var ki, o mənə həm dostu, həm ananı, həm qardaşı, həm də bacını elə bil ki, mən onda görürəm. Dünyama qovuşacağam deyəndə nəyi nəzərdə tutursunuz? Necə yəni dünyama qovuşacağam? Dünyamı mən bilirsiniz nə vaxt qovuşuram? Şeir yazanda. Onda mən öz dünyamın elə bil ki, sarayında oluram. Öz dünyamda oluram. Yəni orada mən istədiyimi danışa bilirəm, bölüşə bilirəm dünyamla. Mənə çox rahat olur. Bax o anları, bəli, bax elə o şeir yazanda mən özümü dünyamla birgə bilirəm. Onda heç kim mənim yanımda olmur. Tək dünyam olur bir də mən. Ən xoşbəxt anlarınız yəqin o anda olur. Mənim xoş yox deməzdim ki, ancaq xoşbəxt anlarım. Əksinə, xoşbəxt anlarım dostlarımın yanında olur. Yəni övladlarımın, dostlarımın, bacımın, qardaşımın. Bunlarla mən özümü çox xoşbəxt sayıram. Amma dünyama mən onda gedirəm ki, öz dünyama qapılıram ki, onda elə bir ki, bir qəm məni çulğalayır, elə bir qəmin içində oluram. Bax, onda mən elə bir ki, dünyamdan imdad istəyirəm və o şeir dünyamda elə bir ki, doğulur və belə.
Onda yalnız qəmli şeirlər yazırsınız ki? Ümumiyyətlə məndə əsas qəmli şeirlərdir. Buna da mənə çoxları deyir ki, bu qəmdən az yaz. Vallahi ancaq özümdən asılı deyil. Yəni bu şeir özü belə də olur. Mən istədim, istəmədim. Bu qədər sevgili, sevincli insanların içində, doğmaların, yaxınların içində nəyə görə elə birbaşa qəm? Yəqin bilirsiniz, bu da Allahın işidir. Bu mənim təbiətimdir. Yəni mən təbiətimə qarşı ola bilmərəm. Yəni mənim təbiətim belədirsə, mən necə sevincdən yaza bilərəm? Yəni o demək deyil, mənim sevincli hallarım olmur. Yəni həddən çox sevincli hallarım olur. Onda heç şeir də yazmıram. Hər şeyə kədərlənirsiniz, kövrəlirsiniz, hamının qayğısını elə bir qalmaq istəyirsiniz. Bilirsiniz, mən nə vaxt kədərlənirəm? İnsanlarda elə bir insanlarda haqsızlıq görəndə, bəzi insanların elə bir iki üzü olur. Bax, o pis üz, xəbis sifət üzə çıxanda, onda mən çox kədərlənirəm. Heyfslənirəm ki, bu həyatda belə bir insanlar ayaq tutub yeriyir, yaşayırlar. Bax, onda doğrudan da kədərlənirəm. Elə bəlkə də ona görə də, bax, elə mən o anlar daha çox şeir yazıram. Yəni, bu haqsızlığa qarşı elə bir mübarizləşirəm. İstəyirəm, bütün, bax, bu pis insanlara başa salam ki, pis olmaq olmaz. Gəlin elə hamımız yaxşı olaq. Yəni, gözəllikdən, təmizlikdən, yaxşılıqdan dünyada nə ola bilər ki, yaxşı, heç nə. Günlərin bir günü mən vardım. Sevərdim dünyanın insanlarını. Arzularıma güvənib qanadlanardım. Hamını sevərdim, hamını. Dəlisini, dolusunu, zəifini, axmağını, hələ desən, qismətimin ağrı dolu toxmağını. Qamçıların zərbəsinə dözərdim də. Cavanlığın dözümü çox, möcüzəsi, sehri çox. O dupduru nəfəsimlə əzabları, acıları əzərdim də. Bax, beləcə dolanardım yer üzündə. Qəmə yoldaş olardım da, gecə, günüz qəhərlənib dolardım da. Mən sevərdim insanları, qocasını, qarısını. Mən sevərdim yer üzündə insanların hamısını. Fərdi xanım, bildiyimə görə tərcümə ilə də məşğulsuz, elədir mi? Bəli, mən Rumıniyanın çox məşhur bir şairi Mikhail Eminescu-nu tərcümə eləmişəm. Demək, Ulduzlardan pay istərəm. Belə bir kitab. Şeirlər kitabı. Bəli, şeirlərdir. Ümumiyyətlə, tərcümə ilə çox məşğulsuz, elə bir dənə. Yox, elə demək olar ki, budur. Yəni, özüm üçün tərcümə eləmişəm. Yeseninlə, Pushkinlə tərcümə eləmişəm. Yetim Emini tərcümə eləmişəm. Ancaq çap olunmayıb bu şeirlər. Fəridə xanım son illər daha çox vətənpərvərlik şeirləri yazır. Vətənpərvərlik şeirlərinə görə o, Araz ədəbi media mükafatına layiq görülür. Vətən, sənin qulunam, keçilməmiş yolunam. Əri ölmüş dulunam, arxam ol mənə vətən. Hər daşına üz tutdun, qəriblikdə üz tutdun. Mən adını yüz tutdum, doğmam ol mənə vətən. Dilim sözümə həsrət, dağım düzümə həsrət, sözün düzünə həsrət, kömək ol mənə vətən. Başım qeyluqaldadır, gümanlarım yoldadır, güvənc yerim hardadır, köram, görmürəm vətən. Bu günlərdə sizin qadına yaş demək deyirlər doğru deyil, amma 50 yaşınız tamam olur. Bu yaşda nə qazanmısınız? Bu yaşda yaxın dostlar qazanmışam,
ən ümdəsi gözəl övladlarım var. Bax, mənə elə gəlir ki, mənim bu 50 yaşımın ən böyük hədiyyəsi, mənə olan töhfəsi o 2 övladımdır. Yəni, mən onlardan çox razıyam. Tanrımın ən gözəl payı, bax, o 2 övladımdır. Nə işlə məşğuldular? Qızım Bakıdadır, ailə qurub, 2 övladı var. Oğlum isə Türkiyədə ilahiyyatı bitirəndən sonra orada magistraturaya daxil olub. Hal-hazırda magistraturada oxuyur. Ancaq onunla bahəm o özü demək universitetdən əvvəl rəssamlığı bitirib. Orada tez-tez sərgiləri keçirilir. Yəni rəssamlıqla da məşğuldur. Gözəl səsi var. Orada bizim Azərbaycanın tərənnüm eləyir. Məsələn, bayramlarda öz ifaları ilə, çıxışları ilə. Fəridə Hacıyevanın bu il 50 yaşı tamam olub. Lakin o, yenə də gənclik həvəsi ilə yazıb yaradır. Kövrək qəlbinin şeirli dünyasını ağ varaqlara köçürür. Özü dediyi kimi, sanki çiynindən ağır bir yük götürülür. Bu dünyanın çərxi dönüb elə bil. Bu dünyanın başı qarma qarışıq. Nakəslərin üzü birdir, dili bir, heç bilmirsən kimlər kimə qarışır. Bu dünyadan od götürən köz olur. Düz əməli yaman olur, söz olur. Astara bax, göz görəsi üz olur. Heç bilmirsən kimlər kimlə yarışır. Zalımlara ölüm itim kar etməz. Qardaş yıxar qardaşını ar etməz. Toxun acdan nə xəbəri yedirtməz. Yazıq kasıb, gör nələrlə barışır. Bu dünyaya sözüm vardı deyəsi. Görən kimdir bu dünyanın yiyəsi? Baş açmıram. Kimlər kimi yiyəsi? Tülkü şirə, şir tülküyə qarışır. Bu qarma-qarışıq dünyamıza arzunuz nədir, istəyiniz nədir bu dünyada? Bu qarma-qarışıq dünyamıza ancaq mən sülh arzu eləyə bilərəm. Ən böyük arzum odur ki, vətənlərimiz, torpaqlarımız qayıtsın, qaçqınlarımız öz torpaqlarına, öz yurtlarına gedə bilsinlər. Bax, mənə elə gəlir ki, nəinki mənim, hər bir Azərbaycan vətəndaşının ən böyük arzusu, istəyi ancaq budur. Tamaşaçılar, bununla da Misri Publistik proqramında sizinlə daha bir görüşümüz başa çatdı. İstərdik ki, tezliklə qaçqın və məcburi köçkünlərimiz öz doğma, isti yurt yuvalarına dönsünlər. Gəlməyin, könül ağlar, yaralıyam, yaralı. Ürəyimin yüz ağrısı dil açıb, həsrətə bax, yol boyunca əl açıb. Yuxulardan lələ köçüb, el qaçıb, öz yurdumdan aralıyam, aralı. Cənub dedikdə mənim gözlərimdə Şəhriyar canlanır. Şəhriyar zirvəsini görürəm. Şəhriyar bizim üçün ana dili deməkdir. Mən Şəhriyarın bir övladı kimi deyə bilərəm ki, öz borcumu böyük hörmətlə, məsuliyyətlə yerinə yetirib, öz övladlarımın ruhuna xopdurmuşam Şəhriyar poeziyasını, Şəhriyar şeiriyyatını. Ucu kələfli dünya, ucuz kələkli dünya, gözü ələkli dünya, aldığın, satdığın nə? Sənə həyan olmuşam, dərdi bəyan olmuşam, mən də belə olmuşam.
bu yola atdığın nə? Dədəm Qorqud dedilər, soyu Bozqurt dedilər, sizin bu yurt dedilər. Azın nə, artığın nə? Köç gedir, köçü saxla. Bugünü köçür, saxla, ərənsən kökü saxla. İtiyin, tapdığın nə? Bu dünyanın oyunu çox, dərdi çox. Bu dünyanın səbri yaman daşıbdır. Namərdinə oğul deməm, mərdi çox. Səsim, ünüm o tayları aşıbdır. Bu dünyanın qəmi böyük, çəkən mən. Xış gətirin, əsəbimiz daransın. Ümman boyda arzulara yelkən mən. Bu yolları yarasıyam, yarası. Xəbər tutsun bu günümdən yurtdaşım. Halal əllər boynumuza dolansın. Haya gəlsin anam, bacım, qardaşım. İstəyiniz bu ocaqda qalansın. Od var, qalxar dilim-dilim. Torpağı, daşı yandırar. Od var, nəinki qurunu. Toxunsa, yaşı yandırar. Aman, aman dad əlinə. Od var, qaraldar budağı. Ağac kökündən quruyar. Od var, yaxar solu, sağı, tüstüsünü ərşə yayar. Tapılmaz imdad əlindən. Od da var, ayrılıq odu. Düşsə, hər yanı yandırar. Kül edər ulusu, yurdu, ürəyi, canı yandırar. Qürbət odu, dad əlindən. Bu dünyanın qara günü başlayıb. Bu dünyanı qara keşiş daşlayıb. Yer usanıb, göy üzünü yaşmayıb. Bulud sıxıb göz yaşını amandır. Bu da meydan. At oynadan bilinməz. Aşkar işi yamaqladıq, bilinməz. Qanlar hopub torpağıma, silinməz. Dərd üstünə təzə dərdlər qalandı. Sinə gəldim, ox tuşlandı sinəmə. Namərd əli yaman indi sinəmə. Ana vətən, ulu vətən sinninlə. Göz görəsi yerin, yurdun talandı. İstəyirsiz asın məni. Doğram, doğram, kəsin məni. Yalana bax, cövlan edir. Bağrım qan-qan olur mənim. Bu yalanlar, aman Allah, yasın məni, yasın məni. İstərsiz atın məni bir dənizə, boğulmaram. Vallah, billah boğuluram bu günümdə, bu anımda. Baxa-baxa boğuluram, yazıqlarım sizə, sizə. İstəyirsiz heç adımı çəkməyin də. Qoy göz yumun bu dünyaya. Aşıq deyilsəl bəxtəbərmiş. Öz dünyası, öz aləmi. Zülmət dolu gözlərində neçə arzu, neçə dilək. Yaşadardı istəyini, sevincini. Hər kəlməsi bulaq gözü, söz dünyası, söz aləmi. Gözüm baxır sola, sağa, solum belə, sağım elə, bir işə bax. Gözüm baxır haqsızlığa, baxa-baxa, kör olmağa, kör olmağa. Ömrümdən bir yarpaq düşdü bu gündə. Ömrümün payızı məni haqladı. Yaman kövrəlmişəm. Bu günümdə o güllü çiçəkli yazın hardadır? Ötdü, yaman ötdü gəncliyim Allah. O keçən günlərdə nələr var imiş? Gəzdiyim düzənlər, keçdiyim yollar, kövrəlmiş qəlbimlə vallah yarıymış. Daha gələn deyil o şux vaxtlarım. Səbrim tükənmədə, dilim acıdır. Hanı, hara getdi o şah vaxtlarım?
Sən demə cavanlıq ömrün tacıdır. Bu dünyanın çərxi dönüb elə bil. Bu dünyanın başı qarma qarışıq. Nakəslərin üzü birdir, dili bir, heç bilmirsən kimlər kimə qarışır. Bu dünyadan od götürən köz olur, düz əməli yaman olur, söz olur. Astara bax, göz görəsi üz olur, heç bilmirsən kimlər kimlə yarışır. Ölümə məhkum olunanlar Moskva onkoloji xəstəxanasında. Ölümə məhkum olunanların, anadan Qarabağ doğulanların dünyasına düşdüm. Gözlərim önündə dəhşətli səhnə, sevinci üzündə donan, arzusu yarımçıq qalanlarla görüşdüm. Həyatdan küskün, ümidləri çilik-çilik, ümman istəkləri pərdə-pərdə kiçilib. Hakim cəza kəsib günahsız günahkarlara, ölüm hökmü. Dəhşətlisi, ən ağırı, bu dünyanın dərdi böyük, görünməyir nə əvvəli, nə axırı. Cavanları küskün gördüm, mən yanmazdım, yanan oldum. Könül küstü ağrıların, acıların arasında. Üzüm döndü bu dünyadan, mən sınmazdım. Belə yerdə şüşə kimi sınan oldum, sınan oldum. Qəlbimə toxundun, toxundun yaman. Varlığım üşünür, ürpənir vallah, mənəmmi qanmayan, sənsənmi qanan? Bilmirəm, bilmirəm kimdədir günah. Sındırdın könlümü bir şüşə kimi, ürəyim çırpınır, çıxır yerindən. Hardadır görəsən könül hakimi, dinləyə qəlbimi, tuta əlimdən. Nəğməmin hər teli dürdür, incidir, heyif ki duyan yox bunu neynəyim? Kövrə ürəyimin öz sevincidir, ruhumu incidir, mənə dəymə. Qobustanım, pilləkən daş, döşəncə daş, tavan daş. Yataqları, otaqları daş bəzər. Bir ölkədir, o yan qaya, bu yan daş. Əsirlərin zərbəsinə daş dözər. Yaralama bu daşları, əzizlə, dönə-dönə ölçüb biçir nəsillər. Bu məskəndən o məskənə daş üzlə zaman-zaman gəlib keçib nəsillər. Çox dağ çəkib yağı bizə, yad bizə, neçə gözdə damla-damla yaş qalıb. Düşmənlərlə dayananda üz-üzə, neçə yumruq daşa dönüb, daş qalıb. Neçə yerdə ceyran, cüyür şəkli var. Könülləri oxşamaq da hünərdir. Daşa dönüb, yallı gedir babalar. Daşa dönüb, yaşamaq da hünərdir. Qobustanda kəhlik gördüm. Qayalara səpələnən qızıl zər, üfüqlərin töhvəsimi bu yerdə. Qobustanda kəhlik gördüm bu səhər, gözəlliyin müjdəsimi bu yerdə. Yeriyəndə yerişinə heyranam, dayananda nə qəribə dayanır. Bir də onun bu işinə heyranam, bir qırpımda neçə dəfə boylanır. Başı üstdən bildirçinlər ötüşür. Quş da quşun camalına bənd imiş, elə ötür, zirvələrə səs düşür. Torpaq geniş, hava geniş, su geniş. Ürkə-ürkə nəzər saldı dörd yana. O tətirli, külək əsdi, meh əsdi. Balasımı birdən düşdü yadına. Bir nəfəsə hara belə tələsdi. Tamaşadır bu tərəflər, bu ellər. Xəyalından silinərmi bir kəsin? Qobustanda kəhlik gördüm bu səhər. Mən görmüşəm, ovçu onu görməsin.
Allah, qoru, qoru məni, havalanmayım. Üzdən iraq, şər gözlərdən qaralanmayım. Səbrim daha tükənmədə. Tanrım, mənə bir yol göstər. Bu dünyaya yükəm mən də. Yalvarıram, çıxar nəsdən. Ruhum göydən imdad dilər. İmansıza iman gərək. Allahsızın sözünə bax. Həya bilməz. Gen dünyada gözdür görəsi quzğun təki. Ürəkdələr, ürəkdələr. Əzim Nüşabənin xatirəsinə. Bir sönmüş ocağın harayına bax. Bu dünya üzündə yarıyana bax. Ot tutar daş, divar, yarın yanar bax. Yoxluğun ölümə bənzəmir Allah. Nə deyim, taleyin bəxti kəm oldu. Ömrünün ulduzu yaman kəm oldu. Görən şirin cana qıyan kim oldu? Cavab ver bu dərdə, cavab ver Allah. Gözümdə bu dünya bir baxıcıymış. Taleyin ağrısı yaman acıymış. Əjdaha qismətin gözü acıymış. Yazını yazana insaf ver Allah. Sənə hələ nələr deyəsiyəm mən. Tanrının verdiyi qəm səsiyəm mən. Çəkilməz dərdimin yiyəsiyəm mən. Bu dərdi çəkməyə dözüm ver Allah. Göz qoydum, gözümə dəyən olmadı. Atın sahibində yüyən olmadı. Allahsız əməli düyən olmadı. Bu fani dünyanın acısı yaman. Düzə düz, əyriyə əyri baxan kim? Ucalıq eşqi ilə göyə qalxan kim? Vətən əldən gedir, söylə arxan kim? Ellərə səs salan carçısı yaman. Toy düyün deyən var Allah yasına. Kələkli dünya, ucuz kələkli dünya. Gözü ələkli dünya, aldığın, satdığın nə? Sənə həyan olmuşam, dərdi bəyan olmuşam, mən də belə yolmuşam, bu yola atdığın nə? Də öz harayı, ahı, ünü, qalxan duman çən, çiskinli, yox havası, dəmirlərin getməz pası. Fəhlə burada, ağa evdə, fəhlə işdə, ağa kefdə, adına bax, qara şəhər, kefində də ağ günlülər. Nə vecinə ağ geyinib gəzənlərin, dörd dərddən uzaq, qəmdən uzaq, ağ şəhərdə gəzənlərin. Dünya qəribə dünyadır, nə qurğudur, nə qaydadır. Birinə ağ, o birinə qara düşür. Necə dözüm, bir ürəkdə neçə sözüm, qara şəhər, nədir belə xəyalından gəlib keçən? Yanan da sən, yaman da sən. Varlı həyətin qarnı tox itləri ac yalavaclara dirsək göstərdi. Yanın ha, çatlayın ha, mən yeyirəm yemək məndən. Siz də elə baxa-baxa qalın ha. Qarnı tox, gözləri ac itlərə bax. Yediyi toyuq budu, ətli sümük, kalbasa, pay düşənməz kasıba, gözləri dağarsa. Üzü özünün, quyruq bulayanlara artıq urtuğu, itlərə bax, ağasından elə budur umduğu. İşləməyən dişləməz, belə dedi babalar. İşləməyən dişlədi, yarı yalın, yarı tox, yazıq fəhlə atalar, sabaha ümidi yox. Külünc vurdu, işlədi, ət yerinə qazanda qara daşlar bişmədi. Varlı həyətin, qarnı tox itləri şah oğlu şahdan betər. Aşkarlığın içində mən kiməm sözüm ötər. Mənim sənin əlindən haqqı qamarlayanlar ağ yalan uydurmada. O bunu didələyir, bu onu didələyir. Üzə gülən oğullar arxadan kül ələyir. Sözümün kəsəri yox,
Yaramın közü bəlli, belə yaramaz vallah. Qansız qudurğanların gözlərinə qan damıb. Sözüm sənə də Allah. Göydən yerə daş yağdır. İnsan insanı danıb. Oğul verin, oğul olsun elimə. Oğul yoxsa nə saxlayır elinə? Gümüş qurşaq taxın igid belinə, qaçaq nəbi eyvazma bənzəsin. İgidlərim əyilməzdi, əyilməz. Ağrı nədir, acı nədir, o bilməz. Oba-oba, mahal-mahal, dolan, gəz, görənməzsən, çıraq tutub gəzəsən. Oğul verin, qardaş olsun Fərhada. Qoy sınasın öz gücünü qayada. Layiq olsun bu şərəfə, bu ada, gözləyəndə eləsini gözləsən. Muğan zəhmət, muğan hünər istədi. Muğan qorqut nəfəsinin üstədir. Bu hay-haray, bu qeyluqal bəs nədir? Dindi zaman, öt bu günü sözləsən. İstəyirsiz asın məni, doğram, kəsin məni. Yalana bax, cövlan edir bağrım, qan olur mənim. Bu yalanlar, aman Allah, yasın mənim. İstəyirsiz atın məni bir dənizə, boğulmaram. Vallah, billah, boğuluram bu günümdə, bu anımda, baxa-baxa boğuluram yazıqlarım. Sizə. İstəyirsiz heç adımı çəkməyin də. Qoy göz yumun bu dünyaya. Aşıq Veysəl bəxtəvərmiş. Öz dünyası, öz aləmi, zülmət dolu gözlərində neçə arzu, neçə dilək. Yaşadardı istəyini, sevincini. Hər kəlməsi bulaq gözü, söz dünyası, söz aləmi. Gözüm baxır sola, sağa, solum belə, sağım elə, bir işə bax. Gözüm baxır haqsızlığa, kör olmağa. İnsanoğlu, sadə dolan, sadə gəz. Sadəliyin gözəlliyi yamandır. Lərdir, dürdür, birincidir sadə söz. Öz-özünlə gəl öyünmə, amandır. Nə firəngə, ingilisə qul ol sən. Ana dilin düzümündə qurul sən. Elim var ha, el yolunda yorul sən. Vallah elim övladındır, anandır. İnsanoğlu, sənə sözüm var mənim. Sevgi dolu ürəyimi yar mənim. Vətən adlı məhəbbətim var mənim. Məhəbbətim ürəyimdə qalandır. Bugün bəxtəvərəm, dəyməyin mənə. Vallah göy üzünün mələyiyəm mən. Arzudan don geyib bugün əynimə, döyünən bir qəlbin dirəyiyəm mən. Sevincim boynuma dolanıb yaman, ürəyim uçunur aman, ay aman. Qarşımda duranmaz nə çən, nə duman, bir vüsal yolunun ürəyiyəm mən. Ömrümə, günümə yazın bu günü, yuxumu bilmirəm, yozun bu günü. Qoymayın siz Allah azın bu günü, kövrələn bir qəlbin gərəyiyəm mən. Baxıram sağıma, soluma hələ, baxıram cığırsız yoluma hələ, üst tutub gedirəm elədən belə, vallah bu dünyada gözüm qalmayıb. Kələyi bilinməz tələyə bir bax, gözləri görünməz ələyə bir bax, əlləri göylərdə dəliyə bir bax, vallah bu dünyada dözüm qalmayıb. Bugünüm sərsəri itib elə bil, ağsaqqal kəsəri bitib elə bil, gör kimlər kimlərə yetib elə bil, vallah bu dünyaya sözüm qalmayıb. Görəsən, cavan bir qız idim, hardasa 16 yaşım olardı. Məsələn, avtobusda bir dəfə sifəti çox yanmış bir gənc oğlan gördüm. Mənim buna çox yazığım gəldi.
həddən çox yazım gəldi. Hətta belə bir hiss keçdi ürəyimdən ki, məsələn, mən bunun həyat yoldaşı olsaydım, mən bütün varımla, canımla ona qulluq edərdim. Mənlə ona böyük bir dayaq olardım. Və yaxud da sonra yenə təsadüfən bir ayağı yox bir cavan oğlana rast gəldim. Həmən hisslər yenə məndə keçdi. Yəni bu hardasa insanlara olan sevgidən, mərhəmətdən irəli gəlir. Bəlkə də insanlara qarşı mərhəmətli olduğuma görə Tanrı mənə böyük bir pay hədiyyə elədi. O da mənim ömürgün yoldaşım, həyat yoldaşım idi. Mən onunla tək ömür yoldaşı deyil, bir dost kimi münasibətim var idi. Lakin son illər o ağır xəstə olduğuna görə çox əziyyət çəkirdi. Ancaq mən bütün varlığımla çalışırdım ki, mənlə ona dayaq olam. Və onun ömrünün axırına qədər mən ona dost, sirdaş, ən yaxın bir insan oldum. Mən indi istəyərdim ona həsr elədiyim bir balaca şeiri söyləyəm. Bağışla əzizim, bağışla məni, sənsiz danışıram, sənsiz gülürəm. Özüm də bilmirəm bu hal nə haldır, bəlkə gülə-gülə elə ölürəm. Sən yoxsan, elə bil yox uymuşsan heç. Yoxluğun nə yaman adiləşibdir, gözlərim hey gəzir küncü, bucağı, elə bil ev eşiyi özgələşibdir. Bağışla əzizim, bağışla məni, saçıma sığal da çəkirəm hələ, sevdiyin xörəyin dəminə alıb, səni gözləyirəm mən bilə-bilə. Gözlərim qapıda, qapım qıfıldı. Bağışla, bağışla, bağışla məni. Ürəyim doluqdur, ağlamağım var. Tanrım, qarışdırma yağışla məni. Məhəbbət gözəllikdən yazarlarımızdandır. Fərdə xanım, yeni çıxmış kitab şair üçün çox böyük töhfədir, əzizdir və oxucular üçün də böyük hədiyyədir. Birinci kitabınız gərək ki, məndən alan dünya idi. İkinci kitabınız isə, bu yaxınlarda işıq üzü görən bu kitabınız isə Dünyama qovuşacağam adlanır. Bu şeir kitabınızın çıxması münasibətindən sizi təbrik edirəm. Və belə bir sual vermək istəyirəm sizə ki, bu şairlər dünyada nə istəyirək? Bilirsiniz, şairlər iş orasındadır ki, dünyadan heç nə istəmir. Bu mənim öz dünyamdır. Yəni, mən həmişə bu dünyadan ayrılıb, öz dünyama çəkilirəm. Düzdür, öz dünyamda mənə ağır olur, ağrılı, acılı anlarım olur. Ancaq o ağrının, acının içində bir şirinlik var. Çünki mən öz dünyamla bölüşürəm, dərdləşirəm. Elə bil o öz dünyamda özümə bir həmdəm tapıram, təskinlik tapıram. Ona görə də elə ikinci kitabım təsadüfü deyil ki, adını Dünyama qovuşacağam qoymuşam. Deməli, belə çıxır ki, bütün şairlərin öz dünyası var, iş dünyası var ki, o dünya ilə baş-başa qalanda şeir yaranır. Sözsüz. Məsələn, mən ancaq öz dünyama çəkilib şeir yaza bilərəm. Yəni, o hayın köyün içində şeir yazmaq mümkün deyil. Heç olmayıb ki, bizim dünyamızda şeir yazasınız? Yox, olmayıb. Belə vaxtlar yazdığınız şeirlərdən birinin zəhmət olmasa? Dünyama qovuşacağam. Mən dünyadan ayrılıb Tanrıma üz tutacağam. Açacağam ürəyimi, sevincimi, qəmimi onunla bölüşəcəm. Ətəyindən tutacağam. Nəğmələrə dönəcəm, sətir-sətir, söz-bəsöz. Hərdən təskinlik verib əzizləyim, deyəcəm ey ürəyim, döz, döz, döz. Göz yaşım aydınlığım. Ağrımın təsəllisi, yazdığım hər bir şeir öz içimin bəllisi. Doğulan nəğmələrim, öz dünyam, öz aləmim, mənə həyat, can verən imanım, dinim mənim. Mən dünyadan ayrılıb
Tanrıma üz tutacağam. Haysız, küysüz, səmirsiz dünyama qovuşacağam. Sizin üçün bir kitablıq şeir nə deməkdir? Mənim üçün bir kitablıq şeir həyatımın bir parçası deməkdir. Yəni bir kitablıq şeirin bir kitablıqda məsuliyyəti var, yaşantısı var. Yəni bu da bir ömürdür. Böyük məsuliyyəti var, mən deyərdim. Hər bir şeirin, hər bir sətrin, hər bir bəndin mən məsuliyyətini daşıyıram. Yəni o elə belə yaranmır və o mənim hamısı hisslərimdir, duyğularımdır. Bəs yaranan şeir eyni zamanda oxucu da doğururmu sizin gözləriniz qarşısında şeir yazanda? Bilirsiniz, mən o şeiri yazanda sözün düzü oxucu haqqında düşünmürəm. Onun oxucusu tək özüm oluram. Yəni o şeiri ola bilər ki, mən bir neçə dəfə təkrar oxuyam və bilirsiniz, hər dəfə şeir bir cür təsir edir mənə. Əgər o şeir mənə çox təsir edirsə, mənim sevincimin həddi hüdudu olmur. Elə bilirəm ki, mənim üçün bir toy bayrama çevrilir həmən an. Amma hərdən də elə olur ki, əksinə. Sən o şeirdən hiss edirsən ki, nəsə o şeirdə çatmır. Onda bütün dilxor olursan, yəni hiss edirsən ki, sən doğrultmamısan həmən şeiri. Bəzi yazarlar deyirlər ki, şeirin iki valideyni var. Birinin adı sevinçdir, birinin adı kədər. Sizcə necə? Mənim üçün şeirin valideyni var. Yəqin ki, o qəm, kədərdir. Sizin heç məhəbbət şeirləriniz yoxdur? Var. Amma yəqin ki, həmən şeirlər də elə qəmə bürünüb. Sözsüz. Mən çox adam mənə deyir ki, bu nədir, qəmli yazırsan, yox oxuma, qəmlənirik, amma məndən asılı deyil. Hətta bacım bir dəfə dedi ki, bax bu dənizə, bu gözəlliyə, yaz da bir ruhlu şeirlər yaz, sevinc olsun onun üçün. Deyirəm, amma o məndən asılı deyil ki, o məndən asılı deyil, o qəmlə doğulur mənim şeirlərim. Fərdə xanım, şeir çarədirmi bizim dərdlərimizə, problemlərimizə? Şəxsən mənim üçün şeir çarə deyil. Şeir yazıldıqca elə bil ki, sən dərdin nə olduğunu başa düşürsən və elə bil biraz da dərdə qəmə bülənirsən. Deyirlər ki, şairlərin ilham pərisi olur. Sizin necə? Bəli, şairlərin ilham pərisi olur və mən buna belə məsuliyyətlə deyə bilərəm ki, bu elədir ki, var. Amma mənə elə gəlir ki, bu ilham pərisi ifadəsini, bu mifologiyanı uyduran kişi şairlər olub. Yəni, kişi şairi bir şeir yazanda arzuladığı bir pərini ilham pərisi adlandırır. Və qadın şairlərimizdə necədir bu? Yox, mən elə başa düşmürəm onu. Çünki əgər sən doğrudan da, axı şeir elədir ki, sən bir iş gördüyün yerdə hər şeyi atırsan, gedirsən şeiri yazmağa. Demək, o an sən hiss edirsən ki, ilham bəri sənin başının üstündədir. Mən elə başa düşürəm onu. Deməli, ilham pərisi qadın şairələrə də qonaq gəlir. Mütləq, elədir. Mən ilham pərisiz şeir yazıla bilməz. Yəni, odur sənə ruh verən, ilham verən ki, sən o şeiri yaza bilirsən. Və fikirləşmədən çox vaxt elə olur ki, sən elə bir ki, hardansa köçürsən o şeiri. Elə, yəni, sürətlə yaza bilirsən. Fərdə xanım, bizim hər birimizin yer ünvanı var. Bilmirəm, valla, bəlkə də göy ünvanı da var. Sizin ünvanınız haradır? Valla, o ünvan elə dünyama qovuşacam. Yəni, mənim öz dünyam, mənim ünvanımdır. Ancaq mən onu elə göydə görürəm. Yəni, yerdə deyil o ünvan. Bir nadan kəlməsi dəydi qəlbimə, bir namərd sözündən sınasıyam mən. İllərlə çəkdiyim o ağır yüküm heç imiş, o dolub yanasıyam mən. Varlığım uçundu bircə kəlmədən, könlümün silinməz acısı oldu. Bu dünya başıma elə uçdu ki, özüm də bilmədən qaçası oldum. Daha qızınmağa yer də gəzmirəm. Mən yetim, bu yerlər ögeyim mənim. Gəlirəm ey Tanrım, qəbul et məni. Bu gündən ünvanım göydür, göy mənim.
Əlbəttə, göyə çəkilmək bir növ başqa məna da verir, yəni Allaha qovuşmaqdır, həqiqətə qovuşmaqdır. Amma mən çox istəyərdim ki, bizim şairlərimizin tapındığı torpaq olsun. Sözsüz torpaq mənim üçün, yəni mənə elə gəlir mənim bütün xalqım üçün torpaq müqəddəsdir. Yəni biz torpaqla nəfəs alırıq. Torpaq bizim üçün hər şey deməkdir. Biz yazarların çağırışı elə bu şeirlərdən ibarətdir. Yəni hər şeirə oxucu qulaq asanda ondan bir nəticə çıxartmalıdır. Mən belə başa düşürəm. Mən hər bir şeirimdə torpağımı bir ana kimi, bəlkə bir vətəndaş kimi, torpağımın ağrısına, acısına bir ağı deyirəmsə, bir nalə çəkirəmsə və həm də elə bil mən cavanları vətənpərvərlik ruhunda tərbiyə eləməyə çalışıram. Arzularım pərən-pərən, ürəyimi yoxdur görən, elim itib, hanı görən, qaçqınam anam, qaçqınam. Dağ döşündə sarı çiçək, gəl yaramı sarı çiçək. Hanı doğru, hanı gerçək, uçqunam anam, uçqunam. Əlimdə bir əsa gəlsəm, ya mən gələm, ya sən gəlsən, yollar uzun, yolda ölsəm, borclunam anam, borclunam. Mənəviyyat olmasa, yəni nə vətənpərvərlik olar, nə torpaqlarımızı ala bilərik. İlk növbədə insanda mənəviyyat olmalıdır. Yəni adi insana münasibətdə də sən mənəviyyat güclü olmasa, sən o insana istənilən sevgi ilə yanaşa bilmərsən. Yəni mənəviyyatın böyük bir rolu var, yəni çox böyük məfhumdur. Hamı haqqın yolunda olsa, haqqı unutmasa, yəni o xoş günlər çox güman ki, tezliklə gəlməlidir. Gedirəm Tanrıma sarı, məni çağıran olmasın. Susan, tükənən deyiləm, Tanrı payımı almasın. Olan olub, keçən keçib. Nəzir, niyazım özüməm, əlim ucalır göylərə, davam da elə özümlə. Tanrımla söhbətim tutur, ürəyimin içindədir, Allah eşqi dünya qədər, elə dünya biçimdədir. Ruhum nurla təzələnir, yolum elə bil yarıdır, xoş niyyətim, əl ağacım, üzüm dərgaha sarılır. Əlaqələr Birliyinin Azərbaycanda olan fəaliyyətinin sözsüz ki, Rumıniyanın tanınmasında böyük bir təsiri olmuşdur. Artıq bir neçə ildir Azərbaycan-Rumun Mədəni Əlaqələr Birliyi fəaliyyət göstərir. Demək, həmən bu Mədəni Əlaqələr Birliyinin sədri Bənövşə Əziz qızı və onun yəni həmən bu əlaqələr, bu birlikdə təsiri çox böyükdür. Bizim burada bir çox tədbirlərimiz keçirilib. Məsləhət Şurasının üzvlərindən biri olan Təranə xanımın akademiyada keçirdiyi tədbirlər, Beynəlxalq Universitetdə Amalia xanım tərəfindən keçirilən tədbirlər, bir çox orta məktəblərdə Rumun ədiblərinə həsr olunmuş tədbirlər keçirilib. Burada biz Mikhail Eminescu'nun yaradıcılığı ilə bağlı bir tədbir keçirdik və o tədbirdə mən onun bir neçə şeirinə müraciət elədim. Onu tərcümə elədim, qəzetdə çap olundu və ondan sonra mənə səfir tərəfindən elə bir təklif olundu ki, siz onun şeirlərini tərcümə edin. Və mən böyük, həqiqətən də, yəni mən bu şairin
yaradıcılığın oxuyandan sonra, həyatını biləndən sonra hardasa elə bir ki, bir ruhən yaxınlığımı gördüm. Və böyük bir məhəbbətlə, yəni mən onu istəklə tərcümə eləmişəm. Bəlkə də o istək onun o mübarizliyindən gəlib. Yəni çox mübariz şair olub, həqiqətən. Xalqını sevən şair olub. Şair də xalqını sevəndə gözəl olur. Mən yəni Mikhail Eminescu'nun bir şeirini oxuyardım sizə, Leotarın nəğməsi. Gedə-gedə inam itib, qəm yuxulu zamanda. İllər boyu kafir kimi mən gedirəm nağılların anlaşılmaz axında. Səhralıqda muizəyəm, sınan saz fəryadıyam. Ölə-ölə mən gedirəm, hayın, küyün yanındayam. Müqəddəs yağın ətri, əzabla, əziyyətlə dodağımı dondurur. Qu quşunu oxşaram, çaydan bumbuz su içib dodağını dondurur. Arzular yorğunlaşıb, fikrim susub başımda, qartal edim qayalarda. Elə xaç olaydım qara güllü başdaşımda. Əməlimin mənasını, görücülük deyil asan. Dünyam məni eşitmirsə, alınarmı ulduzları mən oxusam? Edən, yaşadan. Bu dərd insanın qəlbinə hopduqca ağrılı duyğular baş qaldırır. Şairə Fəridə Hacıyevanın da öz dünyası var. Özünə məxsus, şairanə iç dünyası. Hərdən öz dünyasına qapılır, dünyasına qovuşur. Elə şeirlərini də öz dünyasına qovuşanda yazır. Fərdi xanım, sizin şeirləriniz də, kitablarınızın adı da dünya ilə bağlıdır, Tanrı ilə bağlıdır. Məsələn, dünyama qovuşacağam, məni məndən alan dünya, qaytaram Tanrı sevgisin. Yəni, bu Tanrı ilə sizi birləşdirən, Tanrıya bağlayan sizi nədir? Bilirsiniz, mən bilirəm ki, Tanrının mərhəməti, sevgisi hər halda insanlardan daha çoxdur. Və mən həyatda, bu yerdə, yer üzündə bu insanların o nadan sifətini görəndə həmişə Tanrıdan sevgi istəyirəm insanlara. Ki, bu insanlar bir-birlərinə qarşı yaxşı olsunlar, səmimi olsunlar, bir-birlərini səmimiyyətlə sevə bilsinlər. Yəni, mənim istəyim budur. Və ona görə də Tanrımdan mən sevgini bol-bol istəyirəm insanlar. Yəni, qaytaram Tanrı sevgisi. Tanrı sevgisini bizlərdən alıbmı geri ki? Bəli. Bu günümüzdə elə insanlar var ki, sevginin nə olduğunu tam mənasında unudublar. Yəni, bu da bir ağır işdir. Yəni, insanda sevgi olmasa, o insan qarşısındakı insana qarşı xoş münasibət bəsləyə bilməz. Yəni, o insanı doğmalaşdıra bilməz özü üçün. Mütləq onun içində bir sevgi olmalıdır, mərhəmət olmalıdır, gözəllik olmalıdır. Gedirəm Tanrıma sarı, məni çağıran olmasın. Susan, tükənən deyiləm, Tanrı payımı almasın. Olan olur, keçən keçib. Nəzir niyazım özüməm, əlim ucalır göylərə, davam da elə özümlə. Tanrımla söhbətim tutur. Ürəyimin içindədir, Allah eşqi dünya qədər, elə dünya biçimdədir. Ruhum nurla təzələnir, yolum elə bil yarıdır. Xoş niyyətin
əl ağacım, üzüm dərgaha sarıdır. Allah birdir, Allahı hamı sevirik. Yəni mənim özüm həmişə başımın üstündə Tanrımı görürəm. Yəni mənim içimdə də o Allahım var, başımın üstündə də var. Ancaq elə insanlar var ki, bəli, Allahı sevir, ibadət eləyir, oruç tutur, namaz qılır, ancaq səxavətdən tamamilə uzaqdır. Ancaq mənim aləmimdə insan səxavətli olmalıdır. Yəni o səxavət onun ibadətindən də üstündür. Mən belə insanlara daha çox qiymət verərdim. Bəzən deyirlər ki, biz o biri dünyamızı qazanmaq üçün bu dünyaya gəlmişik. O biri dünyanı qazanmaq üçün bu dünyaya gəlirsən, ancaq o dünyanın gözəlliyini qazanmaq lazımdır. Və onu da sən düşünməməlisən ki, mənim o dünyam gözəl olmaq üçün mən bu dünyada bunu eləməliyəm. Yəni sən onu təmənnasız eləməlisən. Yəni insan təmənnasız nəcib olmalıdır. İnsan kimi yaşamalıdır. Yəni insan olaraq qalmalıdır. İnsan ümumiyyətlə güclü olmalıdır. Daxili güc çox gözəldir. Yəni o hər bir insanda o daxili güc, mənəvi təmizlik olsa, bu zamanımız